Etik davranış qaydaları haqqında qanun. Etik davranış qaydaları haqqında qanun, bax, iki dənə imtahana sual düşür. İmtahanımızın 40 sualın ikisi etik davranış qaydaları haqqında qanundur. Bir dənəsi dediyim kimi. Bir dənəsi düşür etik davranış qaydalarına. Dedik 15 etik davranış qaydası var. İlk növbədə görək, bax, etik davranış qaydaları haqqında qanun kimlərə şamil edilir? Kimlərə şamil edilir deyiriksə, dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə. Yəni, burada yardımçı, inzibati bölmürük. Deyirik, dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir. Bir də baxsız sualda düşür ki, dövlət orqanlarında çalışan bütün şəxslərə yox. Dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir və həmin o dövlət qulluqçuları nələri rəhbər tuturlar? Dedik ki, nələri rəhbər tuturdular? Bax, qanunun aliliyidir, insan hüquqlarıdır, demokratik prinsiplərdir, yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə nədir? Borcludurlar. Bir də var bu qanunun məqsədləri. Burada oxuyanda özü üçün qruplaşdıraraq oxuyun. Bax, burada üç yerdə vətəndaş sözü görürük. Bax, vətəndaş, sonra vətəndaş, bir hardaydı? Bir dəqiqə baxın. Bir də burada vətəndaş. Üç halda vətəndaş adı çəkilir burada. Dedik ki, dövlət orqanları və dövlət qulluğunun nüfuzunun artırılması vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçusuna etimadın yüksəldilməsi, yaxud da dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində və vətəndaşların təsir imkanına genişləndirilməsi və dedik ki, dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması. Sonra dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl edilməsi və dövlət orqanlarında korrupsiyanın, dövlət qulluqçularının fəaliyyətində də maraqların toqquşmasının qarşısının alınması. Həmçinin də dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması bu qanunun nə idi? Məqsədidir. Sonra dedik xidməti davranışın hüquqi tənzimlənməsi. Bax, sizdən soruşa bilər ki, xidməti davranış nədir? Xidməti davranış soruşursa, deyirik qanunvericiliklə dövlət qulluqçularına verilmiş hüquqların həyata keçirilməsi, bax, hüquq deyirsə həyata keçirilməsi, vəzifə deyirsə yerinə yetirilməsidir. Dedik ki, dövlət qulluqçularının xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların yerinə yetirilməsi, hüquqların həyata keçirilməsi, vəzifələrində yerinə yetirilməsi ilə əlaqədar nədir? Fəaliyyətdir. Həmin o dövlət qulluqçularının xidməti davranışı da nəyə prinsiplənir? Etik davranış qaydalarına əsasən müəyyən edilir. Həmin o xidməti davranış da bu qanunla və digər normativ hüquqi aktlarla tənzimlənir. Həmin o normativ hüquqi aktların dedik tələbləri də bu qanunun müddəalarına nə olmalıdır? Zidd olmamalıdır. Zidd da testdə də düşür, zidd ola bilər, yaxud da qeyri-normativ hüquqi aktlarla tənzimlənir və s. diqqətli olun. Gəldik etik davranış qaydalarına. Dediyimiz kimi 15 etik davranış qaydası var. Burada imtahanımızın bir sualı bundan düşür. Hər imtahan. Bax, məsəl üçün, sizə sual düşə bilər ki, tutaq, dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlıq nümunəsi olmalıdır. Səndən orada yazır. Aşağıda hansı etik davranış qaydasına aiddir? Sən bilməlisən ki, bu vicdanlı etik davranış qaydasına aiddir ki, düz yazasan. Bax, vicdanlı etik davranış qaydası burada elə bil aşağıdan yuxarı şəxsiyyətin, cəmiyyətin, dövlətin maraqları naminə dövlət qulluqçusu öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur. Sonra 15 dənədir. Bunların indi hamısını bir-bir elə üzündən oxumuş kimi saymaq istəmirəm. Bax, məsəl üçün, loyallıqda 4 dənədir. Əgər görsəz ki, deyir dövlət qulluqçusu, bax, burada nəyə diqqət yetiririk? Dövlət qulluqçusu xidməti vəzifəsinə aid olmadığı hallarda, bax, aid olmadığı halda. Aid olduğu desə, onda düzdür. Yəni, edə bilər. Aid olmadığı halda dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə, bax, qanunsuz fəaliyyəti istisna, mötərizənin içini həmişə oxuyun. Neynəyər? O tənqidi ictimai mülahisədir, çıxışlardır, yaxud da dedik ki, ictimai qiymət verməkdən neynəməlidir? Çəkinməlidir. Bu, onun hansı hərəkətlərinə şamil edilmir? Elmi pedaqoji fəaliyyəti və elmi yazılarına şamil edilmir. Onda edə bilər. Əgər elmi yazı yazırsa, dövlət orqanının dediyi fəaliyyəti ilə bağlı hansısa bir ictimai qiymətdən yaxud da rəydən söhbət gedirsə, elmi yazısında, bəli, edə bilər. O elmi yazısıdır, elmi pedaqoji fəaliyyətidir, bu istisnadır.
Sonra əgər desən məhdudiyyət görürüksə loyallıq götürürük, açıq çıxış görürüksə loyallıq götürürük, yaxud da dedik dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan, ha belə onun adına xələl gətirə biləcək hərəkətlər edirsə, dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlər edirsə, onda ki, dövlət qulluqçusu hansı etik davranış qaydasını pozmuş sayılır? Loyallığı. Sonra bax ictimai etimadda burada nəyə fikir veririk? Bax, sualda yazırlar ki, dövlət qulluqçusu məsəl üçün bütün hallarda pozulmuş etik davranış qaydalarını aradan qaldırmağa, o cümlədən ictimai etimadı bərpa etməyə borcludur. Xeyr, bütün hallarda yox. Əgər o dövlət qulluqçusu etik davranış qaydaları dövlət qulluqçusu tərəfindən pozulubsa, onun tərəfindən pozulubsa, bəli, onda həmin o etik davranış qaydalarının pozulması hallarını aradan qaldırmağa, ictimai etimadda bərpa etməyə borcludur. Bir də bax burada nə var? İndi bu etik davranış qaydalarına baxdıqca görəsiz, ya qanunvericilik deyir, ya qanun deyir. Bax diqqətlə qulaq asın ki, harda qanundur, harda qanunvericilikdir. Bax burada qanundur. Deyir ki, dövlət qulluqçusu dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyəti barədə, bax şəxsiyyəti yox ha, fəaliyyəti barədə ictimai məlumatlandıran media subyektlərini görürsüz qanundur. Qanunla müəyyən edilmiş hallarda və qaydada doğru, dürüst məlumat almalarına köməklik göstərməlidir. Sonra bax, məsəl üçün mədəni davranış var. Sonra burada bax, sual düşə bilər ki, dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna necə yanaşmalıdır? Onda deyirik ki, hörmətlə yanaşmalıdır və həmin o hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol verməməlidir. Amma fiziki şəxsdən, digər dövlət qulluqçusundan söhbət gedirsə, baxın, onların şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir. Konfidensiallıq nədir? Gizliliyini təmin etməlidir. Yəni, elə kimə gəldi gedib danışmamalıdır. Onunla bağlı situasiyalarda düşüb, indi testini işləyəndə görəcəksiniz. Sonra bax, mədəni davranışda burada deyir ki, nəzakətli, xeyirxah, diqqətli, səbirli, desən, xeyr. Baş hərflərindən yadda saxlayırıq. Kimlərlə münasibətlərdə? Bütün şəxslər, birbaşa yuxarı rəhbər və tabelində olan işçilərlə münasibətdə nəzakətli, xeyirxah, diqqətli, səbirli olmalıdır. Bir də bax, fikir verin. Sizdən soruşa bilər birbaşa rəhbər, yəni sualı göstərə bilər, yaxud da yuxarı rəhbər. Yaxud da, məsəl üçün, ikisi bir arada da ola bilər. Tutaq dövlət qulluqçusuna birbaşa və yuxarı rəhbər tərəfindən səlahiyyət verilir. Hansısa əmr, yaxud da sərəncam, yaxud da şifahi tapşırıq verir ki, yerinə yetirsin. Birincisi, bu qanunidirsə, bunu yerinə yetirməyə borcludur dövlət qulluqçusu. Amma dövlət qulluqçusuna tutaq ki, hansısa sərəncam verilib ki, bunu yerinə yetir. Dövlət qulluqçusu baxır ki, həmin bu verilən sərəncam qanuna və digər normativ hüquqi aktlara ziddir və bundan əmindir dövlət qulluqçusu. Onda nə edəcək? Yazılı əsaslandırmasını birbaşa və yuxarı rəhbərinə təqdim etməlidir. Təqdim etdikdən sonra birbaşa rəhbərindən həmin o sərəncamla bağlı yazılı təsdiq edilmiş əsasnamə tələb edir. Həmin o dedik təsdiq edilmiş əsasnaməni tələb etdikdən sonra yenə dövlət qulluqçusu qane olmur da, görür ki, yox, həmin bu verilən sərəncam qanuna və digər normativ hüquq aktlara zidd olmaqda, əmin olmaqda davam edirsə, nə edəcək? Həmin o tutaq ki, göstərişi yerinə yetirməkdən imtina edə bilər. Yəni məsuliyyətə səbəb olmur. Amma qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. Bax, qərəzsizlik. Tutaq ki, dəfələrlə düşüb qərəzsizlikdir, loyallıqdır. Ümumiyyətcə dediyim kimi, o 15 etik davranış qaydasının hər imtahan bir sualıdır. Qərəzsizlik, dövlət qulluqçusu deyirik vəzifə borcunu yerinə yetirərkən, nə etməlidir? Qərəzsiz olmalıdır. O, tutaq ki, etnik mənsubiyyətidir, dilidir, dinidir, cinsidir, milliyyətidir. Yəni, bunların hamısını saymaq istəmirəm. Bunlardan fərqli, yəni aslı olmayaraq, nə etməlidir? Heç kimə üstünlük verməməlidir. Yaxud o üstünlük üçün şərait yaratmamalıdır. Tutaq dilinə görə, cinsinə görə, mənsubiyyətinə görə, əqidəsinə görə heç kəsə üstünlük verməməlidir. Yəni, qərəzsiz. Qərəzsiz nədir? Bir tərəf olmalıdır da. Sonra deyirik ki, dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirilməsi zamanı siyasi bir tərəfliyə əməl etməyə borcludur. Bax, dövlət qulluqçusu qanunvericilikdə başqa qayda nəzərdə tutulmamışdırsa, siyasi birliyə üzv olmaq hüququna malikdir. Yəni, üzv ola bilər. Amma vəzifə səlahiyyətini yerinə yetirəndə bir tərəf olmalıdır.
Tutaq ki, sən hansısa tutaq Yeni Azərbaycan Partiyasını seçmisən, yaxud da digər Müsavat Partiyasının üzvüsən, üzv ola bilərsən, o heç. Amma vəzifə səlahiyyətini yerinə yetirən zaman bir tərəf olmalısan. Yəni işini onu yansıtmamalısan da, yəni işini o mövqe əsasında aparmamalısan, bir tərəf olmalısan. Amma üzv ola bilərsən, o məhdudiyyət deyil. Sonra bax, korrupsiya qarşısının alınmasına nəyə diqqət yetiririk, yadda saxlayın. Dedik ki, əgər iki nüans var, dövlət qulluqçusuna qanunsuz təqdim edilirsə, o maddi nemət imtiyaz güzəşti qanunsuz təklif olunursa, qanunsuz, ondan imtina etməlidir. Amma ondan asılı olmayan səbəbdən verilirsə, bax tutaq ki, qanunsuz gətirdi, otağında ona verir, hə? Dövlət qulluqçusu nə etməlidir? Ondan imtina etməlidir. Yaxud da dövlət qulluqçusundan asılı olmayan səbəbdən kimlənsə göndərilibsə, yaxud gəlibsə ki, stolunun üstündədir, həmin o maddi nemət imtiyaz güzəşti, onda birbaşa rəhbərinə məlumat verməlidir. Həmin o təqdim olunmuş maddi nemət imtiyaz güzəştə akt üzrə hara təhvil verilir? Qulluq keçdiyi dövlət orqanına təhvil verilir. Sonra hədiyyə alma ilə bağlı məhdudiyyətlər var. Sadə qonaqpərvərliklə bağlı hədiyyə deyirsə, bu buna şamil edilmir. Yəni qəbul edə bilər sadə qonaqpərvərlik. Yaxud da dedik ki, il ərzində dəyəri 55 manatdan yuxarı olan hədiyyələ bir və ya bir neçə hədiyyəni özü və ya başqaları üçün tələb etməməlidir dövlət qulluqçusu. 55 manatdan aşağıdırsa, yaxud da sadə qonaqpərvərliklə bağlı hədiyyədirsə, onu qəbul edə bilər. Və əgər o sadə qonaqpərvərliklə bağlı da dedik ki, qərara gələ bilmirsə, görsəm yenə birbaşa rəhbərin nə etməlidir? Rəyini öyrənməlidir dövlət qulluqçusu. Burada maraqların toqquşması nədir? Ümumi götürəndə, yəni bu söz nə deməkdir? Dövlət qulluqçusu vəzifə səlahiyyəti ilə şəxsi maraqları ziddiyyət təşkil edir, üst-üstə düşmüş. Bu maraqların toqquşmasına gətirib çıxarır. Dedik ki, dövlət qulluqçusu vəzifə səlahiyyətlərini şəxsi maraqları üçün istifadə etməməlidir. Edirsə, maraqların toqquşmasına gətirib çıxarır. Əgər elə bir hal baş verərsə, dövlət qulluqçusu dedik, mütəmadi olaraq dövlət orqanının rəhbərinə o maraqları barədə məlumat verməlidir. Həmçinin də dövlət qulluqçusu dövlət qulluğuna təyin edilərkən dedik ki, o normativ hüquqi aktlarla tanış olmalıdır. Normativ hüquqi aktı yaxud normativ xarakterli aktlarla tanış olmalıdır. Əgər hər hansı bir sual yaranarsa da birbaşa və yuxarı rəhbərinə də müraciət edə bilər. Bax, görürsünüz, burada da birbaşa və yuxarı rəhbərdir. Onları oxuyanda özünüz üçün işarə eləyin. Ən azından altdan xətt çəkmiş. Burada birbaşa rəhbərdir. Burada məsəl üçün hə, ikisi də var. Birbaşa və ya yuxarı rəhbər də var. Əmlakdan istifadə. Deyir ki, dövlət qulluqçusu dövlət sərəncamında olan əmlakdan, məsələn, bu kompüter də ola bilər, kommunikasiya sistemləri də ola bilər, nəqliyyat vasitəsi də ola bilər. Nə etməlidir? Şəxsi maraqları üçün istifadə etməməlidir. Tutaq dövlət qulluqçusudur, ona xidməti nəqliyyat verilib, işə gəlsin, getsin deyə. Dövlət qulluqçusu saat 6-dan çıxır işdə. Sonra gedir taksi kimi fəaliyyət göstərir. Nə edir? O dövlət əmlakını öz maraqları üçün istifadə edir. Etməməlidir. Necə istifadə etməlidir? Qənaətlə və səmərəli istifadə etməlidir. Yaxud da tutaq kompüterdir, yaxud da nə bilim o kserokopiya aparatlarıdır, printerdir, skanerdir və s. Onlardan öz maraqları üçün istifadə edir. Etməməlidir. Dedik ki, ya həm öz maraqları üçün, həm də vəzifə səlahiyyətlərinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir. Sonra bax, məlumatlardan istifadə də həmçinin. Dedik ki, dövlət qulluqçu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə etməməlidir. Həmçinin də qanunvericiliklə müəyyən edilmiş qaydada həmin o dövlət orqanının sərəncamında olan məlumatların alınmasını və yayılmasının mümkünlüyünü də təmin etməlidir. Bayaqlar dedim ki, dövlət qulluqçusu qanunvericilikdə başqa qayda nəzərdə tutulmamışdırsa, ictimai və siyasi birliyə üzv olmaq hüququna malikdir. Həmin o ictimai və siyasi birliyə üzv olması, yəni o fəaliyyətini elə yerinə yetirməlidir ki, o ictimai şübhə doğurmamalıdır. Sonra bir də var, etik davranış qaydalarının təminat sistemi var ki, görək, tutaq, dövlət qulluqçusunun etik davranış qaydalarına uyğunluğu kimlər tərəfindən təhlil edilir? Bu, özü də ola bilər, birbaşa və yuxarı rəhbər tərəfindən dedik, müntəzəm olaraq nə edir? Təhlil aparılır ki, görək dövlət qulluqçusunun fəaliyyəti etik davranış qaydalarına zidd deyil ki. Nəzarət deyəndə, bax, burada 4 dənədir, yadda saxlayın. Əsasnamə görürüksə, daha doğrusu nizamnamə görürüksə, bax, nizamnamə görürüksə, bunu götürürük DİM, Dövlət İmtahan Mərkəzi həyata keçirir.
Nizamnaməyə uyğun nəzarəti həyata keçirir Dövlət İmtahan Mərkəzi. Düzdür, burada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum deyir, bu DİM-i nəzərdə tutur. Dedik ki, nizamnamə görürüksə DİM götürürük. Bax, etik müvəkkil necə həyata keçirir? Etik davranış qaydalarının tətbiqidir, maarifləndirmədir, bir də mübahisələrin həllini görürüksə, bunu etik müvəkkil götürürük. Amma dövlət orqanının rəhbəri xidməti qaydada, baxın, dövlət orqanının rəhbəri xidməti qaydada, yuxarı orqanda tabeçilik əsasında etik davranış qaydalarına əməl olunmasının nəzarəti həyata keçirir. Baxın, bayaqlar demişdim sizə ki, etik müvəkkil deyirsə, bax fərqini, lap heç də sözlər yadınızdan çıxıbsa. Etik müvəkkil deyirsə, ilk növbədə görək kimlər etik müvəkkil seçilə bilər? Dedik, rəhbər vəzifədə 3 il, 3 ildən az olmamaqla, 5 ildən də çox inzibati vəzifə tutan, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər etik müvəkkil seçilə bilərlər. Etik müvəkkilin fəaliyyəti deyirsə, baxın, hamısında nədir? Verirdi, edir. Yəni, elə bir səlahiyyətidir də bunun, elə bir yox səlahiyyətidir. Məsəl üçün, təkliflər, tövsiyələr verir, yaxud müraciətə baxır, təqdimatlar verir, iştirak edir, görsən, edirdi. Amma dövlət orqanının rəhbərində dövlət orqanının rəhbərində hamısında nədir? Etməlidir, məcburiyyət kimidir. Bax, elə yadda saxlayın. Bu hardasa ya dekabr idi, ya fevral idi, yanvar idi, yadımda deyil, dəqiq düşmüşdü ki, məsəl üçün, hansı etik müvəkkilin vəzifəsidir, uyğunluğu tapın deyirdi. Hansı dövlət orqanının rəhbəri tərəfindən nəzarətdir. Baxın, görürsünüz, burada nədir? Tabeliyində olan, dedik ki, şəxslərin vəzifələrinə uyğun vəzifə bölgüsü aparır. Sonra etik davranış qaydalarının əməl olunmasına nümunə göstərməlidir öz hərəkəti ilə, öz davranışı ilə. Etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktika üzrə tədbirlər görməlidir. Sonra bax, hamısında nədir? Etməlidir, görməlidir. Yəni, məcburiyyət kimi də bunu vəzifə kimi etməlidir, həyata keçirməlidir. Məsuliyyət, dedik, dövlət qulluqçuları etik davranış qaydalarını pozurdusa, intizam məsuliyyətinə səbəb olurdu. Pozurdusa. Amma görək nə zaman intizam icraatı başladıla bilər. Başladılır demir, başladıla bilər. 3 haldır. Əgər dedik, fiziki və hüquqi şəxslər tərəfindən bu qanun müddəalarının pozulması ilə bağlı şikayət və digər məlumatlar daxil edilərsə, mediada dövlət qulluqçusu tərəfindən bu qanun müddəaları pozulması və maraqların toqquşmasına gətirib çıxaracaq məlumatlar dərc edilərsə, bir də etik müvəkkil tərəfindən müəyyən edilərsə ki, bu qanun müddəaları dövlət qulluqçusu tərəfindən pozulub, onda intizam icraatı başladıla bilər. Belə, tutaq ki, dövlət qulluqçusu etik davranış qaydalarını pozub və həmin o pozuntunun tərkibində cinayət əlaməti var. Bax, imtahanı olduğu kimi düşüb. İyul imtahanı keçən ilin iyulu çox çətin idi. Orada amma bu sual, bu cümlə olduğu kimi düşmüşdü. Düzgün variantı soruşurdu ki, əgər dövlət qulluqçusunun etik davranış qaydalarının pozulmasında cinayət tərkibinin əlamətləri varsa, həmin o cinayət əlamətlərini aşkar edən dövlət orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir. Bax, cinayət təqibi orqanı. Bunu görəcəyik biz korrupsiyada hüquq mühafizə orqanlarıdır, amma etik davranış qaydasında cinayət təqibi orqanıdır. Bu qədər etik davranış testində atacaq. Yaxşıca işləyərsiniz, nə sualınız olsa da soruşa bilərsiniz. Belə, sualınız var? Çox sağ olun müəllimə, əla. Xeyr, heç bir sualım yox. Daha da qrupa atacağım. Çox sağ olun. Soruşa bilərsiniz. Bax, Vüsalə, Bəli. sizi dövlət qulluğundan narahat olmayın. Bax, bu etik davranış elə çox deyil. Birinci gün olacaq bu dərsimiz. Bir də konstitusiyadan götürün Milli Məclisi. Təkrar olaraq. Milli Məclisi götürün. Bir də bunu götürün. Etik davranışın əlavə testini atacağım. O qrupa atdığım ümumi testlərdən də işləyin. Dimə dəyməyin. Dimi burada dərsdə işləyərik. Yaxşı? Yaxşı. Testləri təkrarlatarsınız. Sağ olun. Məndə yoxdur, yaxşı. Testi təkrarlatarsınız, çünki məndə yoxdur testlər. Tamam, narahat olmayın. İndi atacağım. Oldu. Çox sağ olun müəllimə, zəhmət verdiniz. Çox sağ olun.